Değerli izləyicilər, Çınar TV komandası olarak biz bu günləri Şəmkir rayonun Çinalı qəsəbəsi meşəlik ərazisindəyik. Şəmkir çayın yaxınlığındayıq. Və gəlmişik istirahət eləməyə. Maraqlı gəldi abi. İndi bu görsən zəhərlidir yoxsa? Yox, zəhərsizdir. Bu yeməli göbələkdir. 10 dənə sən mənə başda görməsək tanısan. Bunun başının papağından tanıyırsan, sonra içinin buradan çıxardanda, kopardanda da yəni dibindən çökülür. İndi bu içinin içi qırmızı olanda deməli bu yeməli göbələkdir. Bunun formasından, quruluşundan indi kənd cəmiyyəti bilir də ki bu nətərdir, forması, yeyiliş qaydası, pişirməsi. Dərəcələr yeməlidir. Aydındır. Bilməyənlər də dərəcələr bilirlər ki, Samit qardaş məlumat verir ki, yəni zəhərli hansıdır, zəhərsiz hansıdır, məlumat verir. Bir çox növləri var, prosta indi tanıdıqlarımız bunlardır. Gözəl mənzərəli təbiət. Təpəsi, düyərlisi, dağı var. Çinarlısı, seyfəlisi, bağı var. Kür yanında qəsəbəsi bir aləm. Zəyəmdələr, xoş növraqlı çadı var. Dağlarının şaxtası var, qarı var. Bağlarının alması var, narı var. Zivəllərin gülər üstü yarı var. Toy düyünlü gözəl elim Şəmkirim. Yasamalın şaxtası var, qarı var. Dərdə dərman alması var, narı var. El obada hörməti var, adı var. Günü gündən gözəlləşən Şəmkirim. Könüllüsü çəlli bəli tatarlı. Qılınc bəyli qapanlısı çaparlı. Qasımalılar, hacıalılar bayramlı. Posallısı morul Sərxan Şəmkirim. Dağlarının şaxtası var, qarı var. Bağlarının xurması var, narı var. Zivəllərin gülər üstü yarı var. Toy düyünlü gözəl elim Şəmkirim. Yasamalın şaxtası var, qarı var. Dərdə dərman alması var, narı var. Neçə igid oğulları var. Günü gündən gözəlləşən Şəmkirim. Abbaslısı ipək yolu qaranlar. Ağa Məmmədli Mahmudlusu kamandar. Ceyran çölü İrmaşlısı Şəmkirim. Dağlarının şaxtası var, qarı var. Bağlarının alması var, narı var. Zivəllərin gülər üstü yarı var. Toy düyünlü gözəl elim Şəmkirim. Değerli izləyicilər, deməli Çınar TV-nin efirindən yenə kəs salamlayıram. Biz bu günləri Samit qardaş, Şərəm qardaş və mən gəlmişik Şəmkir rayon Çinarlı qəsəbəsində yerləşən meşə ərazisindəyik. Buradan da Şəmkir çayı mənzərəsi görsənir. Və hava da bu günləri bizim bəxtimizdən təsadüfən qəşəng havadır, xoş havadır. Və sol tərəfdə də dərz edilər. Çoğulu qalası yerləşir. O da oradadır. Aha. Sen narahat olma, 200 tur beyaz altı betondu, ayağına da koyarsan Cemal hoppandım.
Değerli izləyicilər, deməli bizim toyuq kebabımız hazırdır. Mangalçı da Samit qardaş. Bunu da havaslanıblar. Mən deyirəm ha. Bu neçə günü bir əlinə pul düşən kimi ora gedir. Değerli izləyicilər, hər kəs tövsiyə edirəm ki, belə mənzərəli, gözəl təbiətlərə gəlin, istirahət edin, dincəlin. Və ən əsası odur ki, sizlərə uzun ömür, can sağlığı arzu edirəm. Değerli izləyicilər, bugünlük bu qədər. Çınar TV komandası olarak biz bu günləri Şəmkir rayon Çınarlı qəsəbəsində meşə qırağındaydıq. Şəmkir çayının kənarında yerləşən 100 km arası yaxın yerdə. Hər kəsə tövsiyə edirəm ki, öz istirahətlərini gəlib burada keçirə bilərlər. Çox gözəl, mənzərəli yerdir, sakitlik yerdir, maraqlı yerdir. Və sizdən xahiş edirəm ki, bizim kanala abunə olun, Çınar TV'ni izləyin. Çınar TV hər zaman sizinlə, sizin kanalınız. Sağ olun, bugünlük bu qədər. Çınar TV her zaman sizinle, sizin kanalınız.